Deyir müəllim şagirdlərə dəyişənli ifadələr və bu ifadələrin ədədi qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq dəyişənlər arasında asılığı ifadə edən sadə xətli model qurmağı, həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı tapşırır. Baxın, burada deməli fəndaxili inteqrasiyadır. Yəni burada müxtəlif fənlərin bir-birinə inteqrasiyasını biz görmürük. Burada sadəcə ədədi qiymətlərdir. Bu qiymətlərə əsasən dəyişənlər arasında asılığı ifadə edən sadə xətli modellərin qurulmasıdır. Bu kimi situasiyalar riyaziyyat fənninə aiddir. Yəni fəndaxili inteqrasiyadır. Lakin diqqət eləməli məqam isə fəndaxili üfüqi yoxsa şaquli inteqrasiyadır. Bunu təyin etmək üçün baxırıq. Əgər müxtəlif məzmun xətləri burada paralel inteqrasiya olunsaydı, bu bizim deməli üfüqi inteqrasiyamız olardı. Lakin burada məzmun xətti gözlənilib. Necə gözlənilib? Yəni eyni məzmun xətlərinin saxlanılmasıdır. Eyni məzmun xətləri saxlanılıb. Baxın, burada deyir ki, əvvəlcə neyniyir? Əvvəlcə sadə model qurmağı tapşırır. Sonra baxın, mövzu dəyişmir. Məzmun xətti eynidir. Həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı tapşırır. Burada artıq belə deyək, mövzu dəyişsəydi, başqa bir mövzu ilə inteqrasiya olsaydı, bu üfüqi inteqrasiya olardı. Bəli, üfüqi inteqrasiya olardı. Lakin burada belə deyək, burada məzmun xətti eyni olduğuna görə, eyni məzmun xəttindən söhbət getdiyinə görə, bir fərqlilik olmadığına görə model qurub həmin modeldən nəticə çıxarmağı müəllim tapşırırsa, deməli burada nədir? Şaquli inteqrasiya gözlənmiş olur. Şaquli inteqrasiya gözlənilir və şaquli inteqrasiya ardıcıl, mərhələli və getdikcə biliklərin dərinləşən olması ilə deməli özünü göstərir. Bu situasiyaya da baxanda sadə xətli model qururlar, sonra neyniyirlər? Ondan istifadə edərək nəticə çıxarırlarsa, biliklərin daha da dərinləşməsi, ardıcıllıq, mərhəlilik burada gözlənilmiş olur. Ona görə də bu şaquli inteqrasiya